Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, İranda Rəhim Yahya Səfəvinin açıqlamasından sonra, yəni İran ideoloji baxımdan, siyasi ideoloji baxımdan Səfəvilər dövlətinin, Qızılbaş dövlətinin varisidir açıqlamasından sonra bizdə də yenə o şah düşmənləri, Azərbaycan xalqının düşmənləri, hansısa bir firqəyə işləyən, hansısa sünni firqəsinin və yaxud da ki Gülənçilərə işləyənlər yenə ortaya düşdülər. Bilirsiniz, hər il bizdə Şah İsmail məsələsində bir necə deyirlər, bir söyüş kampaniyası başlamalıdır. Əvvəla onu deyim ki, hər bir insan dünyada istənilən, hətta peyğəmbərlər belə mühakimə oluna bilərlər, tənqid oluna bilərlər, fəaliyyətlərə tənqid oluna bilər. Bu ayrı bir məsələdə biz bir bütpərəst deyilik. İstənilən insanı müzakirə etmək lazımdır. Şah İsmail Xətai da Azərbaycan tarixində o qədər böyük şəxsiyyətdir ki, hər dəfə onun tənqid olunması, hər dəfə ondan danışılması əslində bizi sevindirən bir məqamdır. Çünki bizim şahımız nə o qədər böyük şəxsiyyətdir ki, hər zaman ona daş atanlar tapılır ki, bu da çox normaldır. İkinci bir məsələ, Fazil bəy ki, bilirsiniz, Şah İsmail düşmənçiliyi həmişə aparıb. Tarixə bu formada yanaşmaq əlbəttə yanlışdır. Tarixdən nəyisə silmək olmaz. Əlbəttə tənqid etmək olar. Amma bu tənqidlə, ay gördünüz İranda kimsə nə dedi? Biz o saat artıq Səfəviləri İrana verək. Bu tərəfdən kimsə Nadir Şaha iddia etdi. Nadir Şahı da başqasına verək. Yəni bu formatda yanaşmaları biz daim eşitmişik və bu günləri bunu tənqidlər bilən də, bilməyən də Azərbaycan tarixinə üzərinə cumur və onu təhqir etməyə çalışır. Tənqid etmək olar, amma təhqir etməksə olmaz. İkinci bir mən məsələn Fazil bəyə bildirmək istəyirəm ki, məsələn Fazil bəy də mənim kimi Azərbaycan ideoloji siyasi tarixini Cümhuriyyət dövründən başlayır və doğru edir. Mən də onu fikirləşirəm. Azərbaycan dövləti, Azərbaycan xalqı ideoloji baxımdan Səfəvilərin də, Qacarların da, əfşarların da ideoloji varisidir. Amma bununla bərabər həm də 1918-ci ildə qurulan Məhəmməd Əmin Rəsulzadə hökumətinin varisidir. Niyə görə? Çünki zaman dəyişir. Çünki tarix dəyişir. Bu günləri tarix 6 əsr bundan qabaq 16-cı əsrdən tutmuş və yaxud da yeni qədim dünya tarixini özünə varis kimi seçə bilər, amma onunla getmək bəzən mümkün olmur. Nədən? Ona görə ki, zaman dəyişir, insanların tələbləri dəyişir, dövlətlərin sistemləri dəyişir və hər dəfə insanlar inkişaf etdikcə daha yaxşı sistemlər qururlar məhz bu barədə. Bu günlər elə İran ideoloji tarixi ki bildirirlər, Səfəvilərdən götürüblər, doğru deyirlər, amma elə ən çox külü də onda qoyublar başlarına. Bu günləri İranın öz külünü öz başına qoyması, 16-cı əsr sistemi ilə getməsi də bugün İranı faciələr içində qərq edir. Və yaxud da ki, Ərəb monarxiyalarını götürək, SSR-ni götürək, bugünkü Rusiyanı götürək. Bu nədir? Bu keçmişin qalığından çıxa bilməməkdir. Heç də keçmişə nifrət deyil, biz demirik keçmişə nifrət eləyək, biz keçmişi unudaq, silək. Yox, onlar da bizim ideoloji tariximizdir. Onlar da bizim ideoloji, biz onların ideoloji varisləriyik. Amma zaman tələb eləyir ki, sən sistemi dəyişəsən. Bəli. Mən də, elə Fazil bəy də bilirəm ki, 1918-ci il demokratik dövlətini bugünkü Azərbaycanın varisi hesab edir. İndi mən sual vermək istəyirəm cənab millət vəkilimizə ki, cənab millət vəkili, nədir axı bu köhnə dünya ilə 16-cı əsrə hər bir hadisə baş verdi də 16-cı əsri yağmalamaq, 16-cı əsri söyməz. Bəs gələcəyimiz, bəs biz Azərbaycan Cümhuriyyətin varisidir. Bugün Cümhuriyyətdə nə var ölkəmizdə? Buna niyə narahat olmursan? Bugün Azərbaycanda Cümhuriyyətin varisliyini həyata keçirdə bilirikmi? Demokratiya varmı? Cümhuriyyətin ən böyük dəyərlərindən biri demokratiyadır. Cümhuriyyətin ən böyük dəyərlərindən biri ədalətdir. Ədalət varmı? Ölkədə səhiyyə varmı? Ölkədə təhsil varmı? Niyə görə buna narahat deyilsən? Niyə görə gələcəyimiz üçün narahat deyilsən? Niyə görə Cümhuriyyətin varisi olsaq da Cümhuriyyətdən heç bir dəyər daşımırıq? Bax, buna narahat deyilsən. Hər dəfə tarix gəldikdə atlanırsan 16-cı əsrə. Çünki 16-cı əsri tənqid etmək olar. Çünki Şah İsmailin daha qılıncı işləmir. Çıxıb sənin başını kəsməyəcək. Amma gələcək gəldikcə isə gizlənirsən. Bu necə ziyalılıqdır? Ziyalı keçmişi yox. Ziyalı öz xalqına gələcəyi göstərən və xalqını gələcəkdə daha xoşbəxt olsun deyə, heç olmasa öz balalarını, öz nəvələrinin gələcəkdə daha yaxşı yaşasın deyə gələcəyini bərpa eləyəndir. Məhz ziyalı odur. Bax, sizin niyə ziyalılığınız Azərbaycan gələcəyində tutmur? İşləmir. Niyə işləmir? Azərbaycan gələcəyində axı Cümhuriyyətin varisiyik. Cümhuriyyətdə nə var ölkəmizdə?
Bu zəngin ölkəmizdə acından ölmürükmü? Bu zəngin ölkədə təhsilsizlik, ədalətsizlik yoxdurmu? Bəs buna niyə narahat deyilsən? Mən çox istəyərdim ki, bizim dəyərli millət vəkilimiz inşallah keçmişin o 1600 ilin 16-cı əsrin qalıqları içərisində özünü ziyalı kimi yox, gələcəyin problemlərini deməklə, gələcəyin problemlərini işıqlatmaqla və onun uğrunda mübarizə aparmaqla özünü Azərbaycan xalqının tarixinə yazdırsın. Təşəkkür edirəm.